Ramadan sözü ərəb dilində ramada sözü var. Ramada yandırıb kül eləyən deməkdir. Yəni üstə nəyi qoysan onu yandırıb nə eləyir? Kül eləyir. Ramazan sözü yandırıb kül eləyən kəlməsindən götürülüb, Ramazan kəlməsinin mənası günahları silib yandırıb kül eləyən deməkdir. Tutaq ki, ağzımızdan nalayiq söz çıxardırdıq, amma bu dəfə çıxartmaq istəyəndə yadıma düşür. Peyğəmbər s.ə.v deyir ki, kim pis sözləri tərk eləməzsə, pis sözlərin içinə yalan danışmaq, qeybət etmək, böhtən atmaq, onun içinə daxildir. Nalayiq söz işlətmək, kim pis sözdən imtina etməzsə, tərk eləməzsə yəni, Allahın onun ac və susuz durmağına ehtiyacı yoxdur. Yəni adam savab qazanmır dilinə sahib çıxmasa. Adam gözünü qorumağa mücadilə edirsə Ramazandan sonra sən bunun faydasını görürsən. Əl, ayaq, hər şey. Və adamlar belə islah olur qardaşlar. Onun üçün Ramadan kəlməsinin mənası günahları yandırıb kül eləyən deməkdir. Kim bu şəkildə həqiqi mənada Ramazan orucunu tutarsa, əmin olsun ki, günahlarının hamısını bu tutduğu Ramazan ayının orucu yandırıb kül eləyəcək və həmin insan tərtəmiz olacaq.